hörmətli izləyicilər, bugün sizlərə Abşeron rayon Masazır qəsəbəsində 569 nömrəli marşrutdan 150 metr içəridə elə bir 2 mərtəbəli ev çəkib təqdim edəcəm ki, doğrudan da belə deyək, xəyalları süsləyəcək bir evdir. Yəni belə bir ev analogu olmayan bir evdir. Deməli, çöl qapıdan, yəni darvazadan içəri daxil olduqda belə geniş bir maşın saxlamaq üçün həyəti var. Həyətdə davam etdikdə 5 pilləkən qaldırıb yuxarı və gördüyünüz kimi burada da geniş həyəti var. Nəzərinizə çatdırım ki, burada evin yan tərəfində zəhmət olmasa gəl bərabər izləyicilərimizə təqdim edək. Burada da belə bir çox geniş torpaq sahəsi boş saxlayır. İstəyən burada ağacların əkib ya hər hansısa bir meyvədən, tərəvəzdən əkib məhsul əldə edə bilər və yaxud gələcəyinə istəyə bağlıdır. Bisetka da tikib, burada əyləşib istirahətini edə bilər. Həyətlə tam tanış olduqdan sonra keçək sizə evin içərisini təqdim edim. Doğrudan da, yəni buna mən ev deməzdim, bu villa gedir, artıq bildiyiniz villa. Keçirik evin içərisinə, evin içərisiyle də sizlərlə tanış edim. Yəni həqiqətən də xəyalları süsləyəcək bir evdir. Evimiz 2 mərtəbədən ibarətdir. Evə daxil olduğunda bizi çox gözəl, mənzərəli hol qarşılayır. Keçirik buradan. İlk öncə qonaq otağına. Qonaq otağımızda da gördüyünüz kimi, yəni bu evi danışmağa artıq söz demeye ihtiyac yoktur. Her şey göz önündedir. Yani duvarımıza bak, böyle dekoratif bəzəklər, gördüyünüz kimi gözəlliklər, hər şey göz qabağındadır. Keçirik. Qonaq otağını təqdim etdikdən sonra mətbəx hissəsini də sizlərə təqdim edin. Söhbət birinci mərtəbəsindən gedir. Mətbəxə bax, mətbəx deyil. İnanın ki, yəni bildiyiniz Şahlar sarayında, yəni bu boyda mətbəx, yəni mümkün deyil ki, indiki zamanında hansısa evdə bu boyda mətbəx olan. Mətbəxi də sizlərə təqdim etdikdən sonra birinci mərtəbədəki sanitар oxşağını sizlərə təqdim edim. Və çıxırıq ikinci mərtəbəyə. Yəni bugünkü gün belə sərfəli, əlverişli və belə keyfiyyətli tikilmiş, satışa çıxan ikinci belə bir ev tapa bilməzsiniz. Mərtəbələr arası monolit betondur. Qalxırıq ikinci mərtəbədə isə yenə ikinci mərtəbəyə qalxan kimi gördüyünüz kimi burada gəlir. Gəlirsən qardaş, gəlirsən olacaq. İkinci mərtəbəyə qalxan ki, solda gözəl belə bir geniş yataq otağımız var. Ətraflı izləyicilərimizə gözəlliklərini təqdim edək. Sonra sizlərə digər yataq otaqlarını da təqdim edin. Buyurun zəhmət olmasa digər yataq otağımız. Yəni ev bildiyiniz sözün həqiqi mənasında zövqlə təmin olunur. Keçirik buradan sizlərə sanitar qovşağını, ikinci mərtəbədəki sanitar qovşağını təqdim edim və son 2 otağımızı da sizlərə təqdim edəcəm. Keçirik ikinci mərtəbədəki 3-cü yataq otağımız və hətta hələ biri də var. 4-cü yataq otağını da sizlərə təqdim edib videonu bitirəcəm. Sonra keçirik 4-cü və sonuncu yataq otağımız. Yəni evin isitmə sistemi kombidir. Kombi sistemi çəkilib, amma radiatorla zaten quraşdırılmıyor. Yəni evin alan şəxs istəsə radiatorla quraşdıracaq və evin isitmə sistemini kombi ilə təmin edəcək. Və sonda, koridorun sonunda belə bir eyvana çıxışımız da var və kiçik bir eyvanımız da var ki, oradan doğrudan da Masazırın gözəl mənzərəli istiqamətlərinə baxış açısı var. Dediyim kimi mənzilimiz zövqlə təmin olunub, 2 mərtəbəlidir. Mənzilimizlə maraqlanmaq istəyən olsa, nömrəmiz səhifəmizdə mövcuddur.
mənzilimiz kreditlə də əldə edə bilərsiniz. Dediyim kimi, mənzilimizi kreditlə də əldə edə bilərsiniz. 569 nömrəli marşrutun 150 metr məsafəsində yerləşən 2 mərtəbəli, mən buna villa deyirəm, ev deyil çünki. Yəni bu gözəllikləri görəndə artıq adamın ürəyi açılır. Nömrəli səhifəmizdə mövcuddur. Əlavə sualınız olsa əlaqə saxlayın. Sağ olun, salamat qalın. Sizin də belə mülkünüz, obyektiniz varsa əlaqə saxlayın, gəlib çəkib işıqlandıraq, sataq.